Mənim anam qardaşımın işə düzəlməyi üçün qurban deyib Allah rızası üçün. Qardaşım da eyni qurbanı özü üçün işə düzəlmək üçün deyilib. Yəni burada hər ikisi eyni niyyətlə qurban deyib. Biz bilmək istəyirdik ki, anam da qardaşım da fərqli hərəsi bir qurban kəsməlidir Allah rızası üçün, yoxsa bir dənə ikisinə bir qurban kəsə bilərmi? Yəni eyni niyyət olduğu Allah üçün. qəbul etsin. Mən bu arada belə bir dua edirəm. Allah Taala bütünlüklə iş sorağında olan, iş ardınca gedən, iş axtaran hər bir kəsə halal yollarla ruzi qazanmaq üçün iş qismət eləsin. Bu gecə hörmətinə, bu gecə edilən dualara xatir. Ağa mən buyurun. Rəbbimiz Quranda buyurur ki, əhdinizə vəfa edin. Hər ikisi deyib, Hər ikisi deyib, əhdlərinə vəfa eləsin. Onu da deyək ki, artıq İmkanları varsa övladımız işləyirsə nə gözəl. Allah qəbul eləsin. İkisi də rahatlıqla kəsə bilərlər.